Hər birinizi salamlayıram. Bu kiçik bir semestr imtahanı vloqudur. Vloq çəkmək tarix imtahanının dağılıma gəldiyinə görə ingilis dili imtahanının heç video yoxdur. Ancaq ondan alıb tarixə hazırlaşmağa başlayıram. 300 sualdan seçib 100 çətin sualı konspektləşdirib sadəcə bu konspekt üzərində hazırlaşdım. Test imtahanı idi. Ondan da aldıqdan sonra vaxt itirmədən hüquq nəzəriyyəsinə hazırlaşmağa başlayıram. Mənə ən çox yoran bu fənn oldu. Həm 120 sualdır, həm də sualların cavabını tapmaq çətindir deyə güc bəla ilə hazırlaşdım və aldım. Başlayıram 60 suallıq hüquq tarixini oxumağa. 60 sual olmasına baxmayaraq hüquq nəzəriyyəsinə sərf etdiyim enerjini buna da sərf etdim. Burada hələ bu qədər sual qaldığını görüb üsyan eləyirəm. Bu da çox xoşbəxt bir tələbə görüntüsüdür. Saat 3-ün yarısı bir təhər oxuyub nə olar deyib yatıram. Sabah da alıb gülər üzlü evə qayıdıram. 2 gün sonra IT imtahanını da verib ondan da alıb gedirəm konstitusiya oxumağa. 84 sualda bu fəndən oxuyub PDF hazırlayıram və imtahan öncəsi təkrar üçün PDF-i çıxartdırıram. İmtahan sonrası PDF-lərə qoyduğumuz hörmət deyə bütün konstitusiya PDF-lərini bir kənara atıb universitetə hədiyyə edirik və bütün imtahanlardan alınmış tələbə neşəsi ilə evə qayıdıram.